Həyat deyirlər 5 günlük idi. Amma heç bilmirsən bugündən sabah sağ çıxasın ya yox. Ona görə həyatın hər anın, hər saniyəsi dolu-dolu yaşamaq lazımdır. Bir saniyə belə, bir aniyə belə keçəndən sonra insan peşmançılığı yaşayır. Belə bir gözəl söz eşitmişdim. Dünənim keçmişdə qalıb, sabahım Allah bilir, qismət. Bugün ancaq mənim. Bugün dolu-dolu yaşamaq lazımdır.